Mən Əhmədova Sara Hümmət qızı 1957-ci ildə noyabr ayında doğulmuşam. Kalino rayonunda böyümüşəm. Kalino rayonunda 8 illik məktəb idi o vaxtlar. 8-ci sinfi qutaranda İlməzli kənd orta məktəbinə 9-cu 10-cu sinif oxumağa getmişəm. O məktəb 1937-ci ildən fəaliyyətdə olubdu. Orada bizim Azərbaycanlıların alimi də olub, professor da olub, həkimləri çox olub, oxumuş ən yaxşı şagirdlər o məktəbin buraxılışı olublar. Orada elə o vaxtdan internat məktəb olubdu. Kasıb ailələr uşaqları orada internat kimi gecələyirmişlər. Elə o vaxtdan da biz də həmin internatda qalmışıq. Düzəngah bir kənd idi, çox böyük kənd idi. İşığı, suyu, ortasından gözəl çay axırdı. Qəşəng mənzərəsi var idi o kəndin. Rayonumuzdan 10 kilometr aralı idi, rayon mərkəzindən. Ondan sonra da rayonumuzda böyük kəndlərimiz var idi. İlməzli, Qızılşəfəq, Soyuqbulaq, Qızıldaş, Evli, Dəmirçilər, sonra İmir kəndi idi, sonra adını Mixaylovka yazmışdılar. Qurtqala, sonrakı adı Petrovka idi. Privolni. Rayonumuzda əksəriyyəti Azərbaycanlılar idi. Bir hissələrdə Malakanlar var idi. Çar vaxtından sürgün olunmuş Malakanlar yaşayırdılar orada. Rayonumuz düzəngah bir yerdə, Loru Pəmbəş düzündə yerləşirdi, Kalino rayonu. Üst tərəfdə silsilə dağlar var idi. Çox uca, başı qarlı dağlar idi. Yay olanda kənd cəmaatının mal-qarasını yaylağa gedib gəlirdilər. Savxozlar, kolxozlar hamısı mal-heyvanı yaylağa aparırdılar. Ağlağan dağı deyirlər. Başı daim qarlı olurdu. Yayın o isti vaxtında belə baxırdın ki, başında duman var, qar var, görünürdü. Atam deyirdi, oralar həmişə soyuq olubdu. Atam oralarda çox gəzmişdi. Bozdağ deyirlər, yaylaq, Qaraxaç yaylağı deyirlər. Oralarda olublar. Amma biz düzü yaylağa çıxmamışıq. Kəndimizdən bir 6 kilometr, rayonumuzdan 6 kilometr aralı bizdə hündür təpənin üstündə ziyarətgah yerimiz var idi. Həm böyük qəbristanlıq idi, həm də Hacı Xəlil Baba ocağı deyilirdi ora. Yaz açılandan bir də payız soyuqlar düşənə kimi hər 5-ci günü ziyarətə gedərdilər hamı. Hərə öz qəbirlərinin, əzizlərinin ölüsünü ziyarət üçün, həm ocaq kimi ziyarətə gedərdilər, şirniyyat bişirirdilər, fəsəli bişirirdilər, nə bilim nə aparırlar orada ziyarətgahda, düzəngah yer idilər. Həm yeyirdilər, həm ziyarət edirdilər. Çox mənzərəli bir yer idi ora. O Qalaqala, Qaraysəli Azərbaycan kəndləri idi. Onların üst tərəfində də o ziyarətgah yerləşirdi. Belə rayonumuzda 4 fəsil yaşayırdı. Elə gözəl fəsili var idi, çox. 4-ünü də yerində yaşamaq mümkün idi. Gözəl sularımız var idi, dağlardan gələn sular idi, hamının qapısında bulaqları var idi. Sonra 70-ci illərdə qaz xətti çəkildi, hər evlərdə də qaz yanırdı. Gözəl yerlərimiz var idi. Heyf o yerlərdən ki, biz oradan çıxartdılar, daha doğrusu çıxartdılar. Ermənilər, elə biz uşaq idik, ermənilərin bəzən o pis xislətlərini görürdük. Küçəmizin aşağı tərəfində bir erməni yaşayırdı. Hər dəfə o tərəfdə mağazin vardı, dəftər kitab almağa gedəndə baxırdıq, bizə tərs-tərs baxır, söyür, türk deyir, söyürdü. Bir gün gəldim anamdan soruşdum ki, ana, orada bir erməni var. Qoca əli, çəlikli erməni oturur. O kimdir? Həmişə bizə türk deyir, söyür. Dedi ki, bala, onlar bura adamı deyirlər, onlar Suriyadan, İrandan, hardansa gəlmələrdir. Onlara axbarlar deyirlər. Onlar uzaqdan gəliblər, bizi sevmirlər, ona görə söyürlər. Siz deyirdi, dönüb baxmayın o tərəfə. 18 yaşından sonra Amasya rayonuna, Ağbaba mahalının Göllü kəndinə gəlin keçdim. Oradan da yenə rayona öz atam evinə gəlmək üçün Amasya rayonundan da Gümrüyə gəlirdim, avtobus dəyişirdik. Bir gün uşaqlı idim, körpə uşaq var qucağımda.
Qardaşım, kiçik qardaşım da yanımdaydı. Məktəbli uşağı oğlan idi. Avtobusa mindik, Amasyada biletlər dedi satılıbdı. Bir dənə nömrəsiz stul olurdu qabaqda, şoferə yaxın yerdə. Mən oturdum uşaqla. Qardaşım da yanımda ayaq üstə durmuşdu. Erməni gəldi, içəri girdi, boylandı, baxdı ki, hər yer oturulub. Mənə dedi ki, dur burdan, bura mənimdir. Qardaşım dilləndi. Mən dillənmədim, amma qardaşım dilləndi. Ermənicə buna cavab verdi ki, ora nömrəsizdir. Bizə dedilər, orada otur. Uşaqlıdır. Qayıtdı, qardaşıma vurdu, şillə vurdu. Burnu qanadı. Amma başımı qaldırdım ki, heç kim dillənmir. Hamısı ermənidirlər. Avtobusda, bəlkə də Azərbaycanlı da var etsə, məni tanımırdılar. Heç kim dillənmədi. Elə ağladım, uşağın burnunu, qanını sildim. Elə də durmadım yerimdən. Elə o qaydada da qayıdıq, gəldik Gümrüyə. Gümrüyə gəldik, orada da uşaqlar üçün bulka şirini almaq istədim. Orada bir dənə köşk var idi. Həmişə orada da yenə erməni otururdu. Bir neçə dəfə mən yadımdadır ki, getmişəm uşaqla oradan şirniyyat istəməyə. Uşaqla məni görəndə pəncərəni bağlayırdı. Ki, türkdür, türkə çörək vermək olmaz. Bir gün də bilmədim da indi kim idisə də bir kişi xeylağı dedi ki, niyə bağlayırsan dedi, uşaq var yanında. Sən kimsən, ixtiyarın yoxdur dedi onu bağlamağa. Yemək vaxtı deyil, aç oranı. Açdırdı, özü də nəsə alırdı. Sonra orada mən uşağa bulka aldım. Çalışırdım ki, həmişə özümlə çörək yemək götürüm ki, o köşkə yaxın getməyim. Elə bir xasiyyətləri çox pis idi. Fürsət düşsə hər an onlar bizə pis baxırdılar. Türk deyib burunluyurdular. Hətta çöldə qızlarla işləyirdik. 2 nəfər, 3 nəfər Azərbaycanlıydıq. 7-8 qız var idi erməni aramızda. Onlarla biz ayrı çörək yeyirdik. Bəzən biri çağırırdı ki, gəl bizlə bir yerdə oturun. Deyirdim, yox, sizin çörəyiniz yeyilməz. Yaxınlaşmırdım. Həm də mən onlarla heç vaxt onların dilində danışmağa xoşum da gəlmirdi. Azərbaycan dilində ya Azərbaycanca deyirdik, ya da rus dilində deyirdik onların cavabını. Amma onlar Azərbaycan dilini öyrənmişdilər. Baxırdın ki, təmiz Azərbaycan dilində nə desək başa düşürlər, deyirlər. Sonra 88-ci ildə yenə də Amasyadaydım, Ağbabada. Amma qardaşlarım, atam evi Kalinodaydı. Orada ən çox səs-küy, qalmaqal orada çoxalmışdı. Qardaşlarım söylədi ki, 88-ci ildə baxdıq, deyir, böyük avtobuslarla deyir, başqa yerdən ermənilər gəldi. Erməni dığaları gəldilər, deyir. Rakonluqda meydana töküldülər, hamısı türk deyib, söyüb, nəsə səs-küy qaldırmışlar, deyir. Biz deyir, ağaçların arasında park vardı. Parkın içində deyir, biraz baxdıq, gördük ki, bunlar çox danışır, qaçdıq geri gəldik. İrəli çıxa bilmədik. Uşaqlar idi, məktəbli idilər. Ondan sonra da üstlərində elə bil dedi, daş yığıblar, ciblərində, qucaqlarında evləri dedi, gəlir bir-bir dedi, orada yaşayan ermənilər var idi. Azərbaycan evlərini tanıyırdılar. Göstərdikcə onlar deyir, daşa basırdılar. Bizim atamın evində ot tayası, payız ayı idi, ot tayası yığıblarmış. Onlar od vurmaq istəyəndə qonşumuzun biri yəhudi qadın idi. O çıxıb qoymamışdı od vurmağa ki, od vurarsınız mənim evimə düşər. Onun evinə yaxın idi taya. Oradan uzaqlaşdırmışdı. Bacımgilin küçəsində Lenin küçəsi deyirlər. Bizim orada yaşlı, rayonumuzun ən yaşlı adamı idi. Sadıqov Məhəmməd Qaraboğaz deyirdilər. Qaraboğaz Məhəmməd çağırırdılar onun ləqəbindən. O heç yana qaçmamışdı ki, öz evimdən heç yana çıxmaram. Çox ürəkli kişi idi, özünün tapançası var imiş. Dəstə onun evinə yaxınlaşanda darvazanı ki açırlar, təpinə vurursa açırlar. O silahı götürür, havaya atəş açır ki, bəlkə dağılsınlar bunlar. Evdə də gəlinlə bu kişi qalıbmış. Gəlin qorxusundan qarajda gizlənir, deyir, poçkaların, çənin, nə bilim, nəyin dalında gizləndim, qorxdum. Kişi qapıda dururmuş. Arxada necə olursa, arxa qonşulardan, çəpərdən içəri keçənlər olur. Arxadan daşla vurdular, kişini öldürdülər. Daşa basdılar, kişi öldü. İçəri girib, bütün pəncərələri zadı sındırıb getmişdilər. Ara sakitləşəndə gəlin çıxır, zəng eləyir qaynına
ki, özünü yetir, ermənilər dağıtdı, atanı vurdular. Ondan sonra hərbiçilər gəlir, hərbiçilərin vasitəsilə bütün nə qədər maşınla hərbiçilər gəlir. O kişinin meyidini hərbiçilərlə yudurdur, Haçxaylı ocağında həmin qəbristanlığa aparıb bastırmışdılar. O çətin vaxtlarda. Orada bastırdılar, amma sonra mümkün olmadı. Məcburən çıxartdılar Azərbaycanlıları. Evsiz, eşiksiz qaldılar hamısı. Əşyaları filanları hamısının evdə qalmışdı. Hətta sonra qardaşım, böyük qardaşım, Allah rəhmət eləsin ona, dedi ki, ay getmişdim, dedi, evdən əşyalarımızı çıxartmağa. Bilmədim, dedi, atam rayonun içinə çıxıbmış. İçəri tutub girov saxlayıblar. Bir də dedi, evə zəng gəldi. Götdüm, dedilər ki, atanı sağlamaq istəyirsənsə də oradan heç nə götürmə. O əşyalar bizimdir, bizim pulla alınıbdır. Atan əlimizdədir. Atamın səsini eşidəndə məcbur oldum, deyir, əşyaların hamısını təzədən geri evə boşaltdım. Getdim, deyir, atamı götürdüm, çıxdım rayondan. Ki, salamat çıxarda bilim. Onların xüsusiyyəti çox pis idi. Biz özümüz oradan çıxanda Sumqayıta gəldik. Özümüz Sumqayıtda yerləşdik. Amma ailəmiz gəldilər, Xanlara yerləşdilər. Daha doğrusu atamgil orada ev tapa bilmədilər, nəsə yerləşmədilər. Bacım, qohumlarımın əksəriyyəti Xanlarda yerləşdi, ev tapdılar. Amma qardaşım o vaxtı Qaradağda, Sahil qəsəbəsində Göyzavod deyilən zavodda işləyirdi. Atamgil ondan sonra Sahil qəsəbəsində qaldılar. Amma qohumlarımın çoxu yenə də Xanlar rayonundadılar. Çünki onlar dedilər ki, Kalinonun torpağına, suyuna oxşardı. Ona görə onların çoxu Göygöldə qaldı. İndiki Göygöldə qaldılar Xanlar rayonunda. Bir dəfə də rayonda qış ayları idi, qar yağmışdı. Onda da avtobuslar çətin işləyirdi. Gümrüdən keçmiş Gümrü şəhərindən evə qayıtmalıydıq. Avtovağzalda reysə avtobus buraxmadılar ki, adam azdı. 3-4 nəfər adam var, ondan ötürü reysə avtobus çıxmır. Nəysə, yoldaşım idi, bir neçə nəfər də başqaları vardılar. Getdilər müdiriyyətlə biraz səs-küy saldılar, tələb elədilər, bir reysə avtobus verdilər. Onda bir erməni qayıtdı ki, Heydər Əliyev Moskvada olmasaydı, siz görərdiniz, bu yolu gedə bilərdiniz ya yox. Onda yoldaşım dedi ki, elə yaşasın Heydər Əliyev, nə yaxşı ki var, siz biraz onun adına çəkinirsiniz. Onlar istəmirdilər ki, bizim Azərbaycanlılar hardasa adı gəlsin, hardasa yüksəkliklərdən, vəzifədən eşidəndə onlar dəli olurdular, sevmirdilər. Tiflis bizim rayona yaxın olduğuna görə bəzən xəstələrimizi həmişə Tiflisə aparırdılar. Yerevan çox uzaq idi bizdən. Ona görə anam xəstə idi, Tiflisə xəstəxanaya apardılar, əməliyyat oldu, yanında qalırdım. Həmin gecə baxdım, anamın yara tikişdən qan axıb, pis vəziyyətdədir. Tibb bacısını çağırdım, Rus idi tibb bacısı. Çağırdım ki, vəziyyəti belədir. O da növbətçi həkimi çağırdı, məsləhət almaq üçün ki, xəstəni necə eləyək. Həkim erməni idi. Professor erməni idi, amma gəldi, açdı, bir anlıq elə bil anamın o yaranın üstündən sarğı qarışıq pambığı belə sıxdı. Sıxanda həmin tibb bacısı onun əlinin üstündən sıxdı ki, neynirsiniz? Tərs-tərs tibb bacısına baxdı, atdı, çıxdı, getdi. Tibb bacısı onun yarasını, sarğısını dəyişdi, təzələdi. Başını buladı, çıxdı o da. Səhəri günü anamın həkiminə gəlib yoxlayan vaxtı həkimə şikayət elədim. Dedim, gecə filan həkim buradaydı, gəldi, belə elədi. O həkim sonra iclas eləyib, konfrans keçir, nəsə iclasda həmin erməni həkimə töhmət verilmişdi. Onu gəldi, özü dedi ki, narahat olmayın, bir də o sizi incitməyəcək, narahat olmuş. Doğrudan da orada bir 20 gün qaldıq, o 20 gündə heç vaxt o bizim palataya girmədi. Başqa xəstələrin yanına keçirdi, amma bizim otağa girmirdi. O torpaqlara qayıtmaq istəyərdik. O gözəl torpaqlara, o gözəl sulara, o sərin suları içmək üçün bir də gedərdim.